Bu balaca qara meyvə niyə? Dünyanın ən güclü təbii immunitet bombası sayılır. Gəndalaş meyvəsi bədəni viruslara qarşı qalxan kimi qoruyan möcüzə gilələrdir. Tərkibində o qədər güclü antioksidant var ki, xəstəliyə gəlməyə belə imkan vermir. Soyuqdəymə gəndalaş siropu ilə sağalma 2 dəfə tezləşir. Öskürəyi, bronxiti və bədəni rahatlaşdırır. Nəfəsi yüngülləşdirir, qızdırmanı təbii şəkildə aşağı salır. Toksinləri, qaraciyəri və bağırsaqları təmizləyir. Gün boyu güc verir, yorğunluğu götürür. Maraqlısı odur ki, bir çox ölkədə bu meyvədən sağlamlıq siropu, çay, kompot, hətta vitamin bombası kimi şirə hazırlanır. Diqqətli olunmalı məqam isə, bu gilə meyvəni çiğ yemək olmaz. Bişəndə və ya qurudulanda həm 100% təhlükəsiz, həm də super təsirlidir. Qısacası bu qara meyvə kiçikdir, amma təsiri bomba kimidir. Faydalı məlumatlar üçün abunə olaraq kanala keçid edə bilərsiniz.